Salam əziz dostlar, Topxana rubrikasında yenidən sizi xoş gördük. Bugün mən Rusif Hüseynov və Məhəmməd Məmmədov. bugünkü söhbətimizi biz həsr eləyəcəyik Azərbaycan-Çin münasibətlərinə. Son vaxtlarda gündəmi zəbt eləyən əsas mövzudur. Azərbaycan prezidenti İlham Əliyevin Çinə rəsmi səfəri və bu səfər əsnasında baş verənlər bizim mediada çox geniş şəkildə işıqlandırıldı. Müəyyən şəkillər, videolar, digər məlumatlar, səfərin mədəni, hətta gastronomik detalları belə müəyyən mətbuat orqanlarında çıxdı. Amma sözsüz ki, bizi ilk növbədə səfərin geosiyasi əhəmiyyəti maraqlandırır. Elə bugünkü söhbətimizi də bax, Azərbaycan-Çin münasibətlərinin yeni dövrdə, keyfiyyətcə yeni şəkildə inkişaf etməsinə həsr eləyək. Məhəmməd, sən bax bu səfəri necə xarakterizə eləyərdin? Okey, başlayaq geosiyasi aspektdən. Məncə bu sırf geosiyasi cəhətdən baxanda həm Azərbaycan, həm də Çin üçün kifayət qədər uğurlu bir belə deyək, nəticələrlə yadda qaldı. Qısa olaraq deyim, Azərbaycanla bağlı məncə o imzalanan sənəddə ən yadda qalan moment o idi ki, orada Çin tərəfi deyir, biz Azərbaycanın sülh agendasını, gündəliyini dəstəkləyirik və regionda geosiyasi konfrontasiya yaradacaq əməllərə qarşıyıq. Burada da siqnal verilir, belə deyək, müəyyən, yəqin ki, Qərbdə Fransa kimi dövlətlərə ki, Cənubi Qafqazda onların, belə deyək, müəyyən siyasətləri sülhə töhfə vermir. Güman eləmək olar ki, Azərbaycan diplomatlarının təkidi ilə belə bir müddəa salınır. Təbii, yəni orada, belə deyək də, biz həmişə bu siyasi komponenti müzakirə edəndə deyirik ki, Azərbaycan aktiv şəkildə Tayvanın, Çinin tərkibisi, One China policy deyirlər, bir Çin siyasəti. Amma Çin tərəfdən baxanda orada Qarabağın adı çəkilmir. Amma bununla bağlı indi Azərbaycan tərəfindən belə başlayıram ki, uğurludur ki, orada o bənd salınıb ki, Çin açıq şəkildə Azərbaycanın sülh gündəliyini dəstəkləyir. Bu niyə burada önəmli görünür? Çünki aprelin 4-ü Avropa İttifaqı Mərkəzi Asiya ölkələrinin ilk sammitində, oradakı bəyanatda belə deyək, Azərbaycanın sülh gündəliyinə uyğun olmayan bir bəyanat səsləndirilmiş, elə deyilmi? Yəni Azərbaycan-Ermənistan sülh müqaviləsi maksimum tez imzalanmalıdır və bu prerequisitdir ki, Avropa İttifaqının Cənubi Asiya ölkələrinə investisiyası üçün. Burada da Azərbaycan təbii ki, hələ ki, məsələni daha uzun müddətdə gördüyünə görə bu, belə deyək, maddə ilə, belə deyək, Azərbaycana uyğun gəlmirdi. O kontekstdə Çinin belə açıq şəkildə deməyi Azərbaycanın uğur sayıla bilər. Çinə gəldikdə isə Azərbaycan orada açıq şəkildə sənəddə deyilir ki, bu Çinin 3G siyasəti deyilən belə bir konsept var. Onlar Global Development Initiative deyirlər, qlobal inkişaf inisiativi, qlobal sivilizasiya inisiativi və ən əsası qlobal təhlükəsizlik inisiativi. Bu, bunların belə deyək, yeni dünya düzəni ilə bağlı Çin, belə deyək, versiyasıdır ki, burada da əsas qayələr nələrdir? Suverenlik və daxili işlərə qarışmama. Azərbaycan deyir, mən bu dünya, belə deyək, vizyonunu aktiv şəkildə dəstəkləyirəm. Məsələn, bu Cənubi Qafqazla bağlı, Çinin Cənubi Qafqaz siyasətinə bağlı ekspertlər həmişə kommentar edəndə bunu vurğu çəkirlər ki, Gürcüstanla imzalanan strateji əməkdaşlıq belə deyək, razılaşmasında da bu konsept var ki, bu da yəqin Çin tərəfinin tələbidir və bu Azərbaycanın belə deyək, maraqlarına uyğundur. Çünki Çinlə əlaqələr kontekstində Azərbaycan diplomatları həmişə deyirlər ki, equality, yəni bərabərlik, Azərbaycan-Çin münasibətləri bərabər şəkildə nizamlanır, tənzimlənir. Ona görə məncə belə deyim, bu həm də Azərbaycanın belə deyək, siyasi bir jestidir ki, onların təklif elədiyi bir vizyona Azərbaycan açıq şəkildə dəstək verir. O mənada geosiyasi və siyasi belə deyək kontekstdə hər iki tərəf belə deyək buradan uduşlu çıxmış kimi görünür. Sözsüz ki, Çinlə bağlı, Çinin qlobal siyasətdə oynadığı rolla əlaqədar ilk növbədə adamın ağlına Çin ticarəti və Çinin nəqliyyat kommunikasiya xətlərinin bağlı belə deyim, baxışı daxildir. Xüsusilə yol və kəmər layihəsi. Maraqlıdır ki, Azərbaycanın özünün də oxşar bir təşəbbüsü var. Yəni, Azərbaycan orta dəhlizin əsas iştirakçılarının və lokomotivlərindən biridir. Bax, bu qlobal və ya regional dəhliz layihələri ilə bağlı Azərbaycan-Çin münasibətlərində hansı səhifə açılır?
Okay. İlk növbədə onu deyim ki, orada ticarət məsələsi var. Azərbaycan sənəddə Azərbaycan Çin ticarətinin inkişaf etdirilməsi, hətta yaxın zamanda FTA, bu azad ticarət razılaşmasının imzalanması da gözlənilir. Orada qeyd olunur. Bu təbii ki, məncə biraz reallaşması çətin məsələdir. Çünki xüsusilə də Azərbaycan üçün, çünki Azərbaycan-Çin ticarəti çox asimetrikdir. Yəni Çinin xeyrinə biz Çinə nə satırıq? Petroleum coke deyirlər də, neft kokusu. Bu əslində emal olunmuş bir şeydir, produktdır, məhsuldur. Məsələn, biz baxanda Cənubi Qafqaz ölkələri Çinə nə satır? Əsas məsələn Gürcüstanın əsas ixracı mis filizidir. Ermənistanda yəqin ki, Ermənistanda da mis olar. Xüsusilə Ukrayna müharibəsindən sonra orada bilirsən əsas mis emal edən zavod bu Zəngəzur. Onlar indi əsasən Rus sahibi, onların əsas sahibləri ruslardır deyə. Rusiyaya bağlı bir şirkətdir deyə. Səhm etibarilə orada sanksiyalar məsələsi yaranmışdı. Onlar Avropadan diversify elədilər Çinə. İndi əsasən Çinə satırlar. Nə demək istəyirəm? Əsasən bu resurs, raw materialları, xam mal satırlar bu ölkələr. Azərbaycanda əsasən satdığı Petroleum Corp bizim Heydər Əliyev emal zavodunda bir dənə bizim neft emalı zavodumuz var Heydər Əliyev. Emal zavodunda emal olunan bu neft kokusudur. Amma indi prezidentin o CGTN intervyusunda orada armudu stəkan, bu müəyyən mineral su diqqət çəkdi və o görünən odur ki, yəni əsas hədəf indi Azərbaycanın Çinin də dəstəyi ilə bu Çinə eksport, belə deyək, ixrac potensialını artırmaq birinci hədəf. İkinci hədəf bunu diversifikasiya etmək. Çünki təkcə xam mal satmaqdan olmur bu işlər. Azərbaycan çalışacaq ki, məsələn, necə Qalf Körfəz ölkələri eləyir, Çin investisiyaları gəlsin, yerli produksiya, value added deyirlər də, dəyər qatır və bundan Azərbaycan daha bahalı və keyfiyyətli şeylər, belə deyək, məhsullar Çin bazarına sata bilsin. Xüsusilə Çin bazarı dünyanın ən böyük bazarıdır, belə götürülür. Çünki orta sinifin ən böyük olduğu bazardır. Biz Hindistanla müqayisə eləsək sözsüz ki, ona görə bir çox qərb ölkələrinin də qazanmaq istədikləri bir bazardır. Ona görə də Azərbaycan məhsullarının ora ixracı ölkəyə böyük vəsait qazandırardı. Bundan əlavə deyəsən, indi bu müəyyən qədər bunu ticarətə aid eləmək olar. Çin turistlərinin də Azərbaycana cəlb olunması məsələsi var. Viza məsələsinin ləğv olunması da yəqin ki, məqsədlərdən biri buydu. Çin turistləri də hal-hazırda bəlkə sadəcə dünyada ən böyük turist kateqoriyasıdır. Yəni turistlərin sayının artması da öz belə deyək arxasında Çinin də regiona marağının daha da artması mənasına gələcək. Biz bunu harda görmüşük? Mərkəzi Asiyada. Ona və Çin şirkətlərinin, orta və belə deyək kiçik şirkətlərin gəlməsi öz arxasında Çinin siyasi belə deyək dəstəyini də gətirir. Gələk Kəmərbəy yol layihəsinə. Onunla bağlı belə deyək, ilk məsələ odur ki, Azərbaycanın məncə bu gediş çox maraqlı idi ki, siyasi dəstək. Məsələn, Kəmərbəy yol layihəsi son illər bu borc məsələlərinə görə həm də ətraf mühitə vurduğu zərər məsələsindən bağlı Çin şirkətlərinin, onların standartları aşağıdır qərblə müqayisədə. Kifayət qədər nüfuzu aşağı düşmüşdü. Hətta sonuncu 3-cü Belt Kəmərbəy yol forumunda Avropa ölkələrindən bir dənə kim iştirak etmişdi? Orban getmişdi. Bizdən maraqlıdır ki, Azərbaycandan enerji naziri getmişdi, Şahbazov. Və bu onu göstərir ki, Azərbaycan həqiqətən bu yenilənə bilən enerji məsələsində, eyni zamanda xüsusilə texnologiyalar məsələsində Çindən əməkdaşlıqda maraqlıdır. Yəni burada Kəmərbəy yol layihəsi Xi Jinpingin daxili siyasətdə imici üçün çox önəmli, belə deyək, layihə olduğu üçün prezident də belə deyək, Azərbaycan tərəfi də orada bir jest edir. Məncə o deməsi ki, biz Kəmərbəy yol layihəsinə Çindən sonra ən çox regionda yatırım edən ölkələrdənik, göstərir ki, Azərbaycan tərəfi bu mənada əməkdaşlıqda maraqlıdır. Borc məsələsinə gələndə mən deməliyəm ki, 2021-ci ildən sonra bu arqument ki, Kəmərbəy yol layihəsi çərçivəsində Çinin verdiyi bu kreditlər sonra borclanmaya səbəb olur və bu ölkələrin default olmasına və strateji infrastrukturu Çinə verməsinə səbəb olur məsələsi. 2021-dən sonra bu dəyişib. Məsələn, indi o Kəmərbəy yolla bağlı yazılara baxanda, həm də rəsmi diskusiyada belə bir ifadə var. Small and beautiful deyirlər. Balaca və gözəl layihələr. Bu nə deməkdir? Daha böyük infrastruktur layihələrdən
əlavə Çin istəyir ki, indi yenilənə bilən enerji texnologiyalarına, digital belə deyək texnologiyalara investisiya eləsin. Bu da Azərbaycana tam uyğun gəlir. Mən ona görə düşünürəm ki, Azərbaycan-Çin əməkdaşlığı kəmər və yol layihəsi çərçivəsində transport infrastrukturundan çox yenilənə bilən enerji ki, bu həm Azərbaycanın marağındadır, həm də Çinin. Yəni biz burada görürük Azərbaycan son illərdə yenilənə bilən enerji məsələsində strategiya nədir? Qalf, Körfəz ölkələri investisiya edir və yaşıl texnologiyalardan alınır Çindən. Burada çox yaxşı bir komplement yaranıb və görünən odur ki, bu çərçivədə indi və yəni əsas arqument nədir? Bu balaca və gözəl layihələrlə o borc məsələsi də ki, Azərbaycanın əsas qayğısıdır. O aradan götürülmüş olur. Və eyni zamanda məsələn biz baxanda görürük ki, son 4 ildə kəmər və yolun coğrafiyası da dəyişir. Əvvəllər bu aşağı gəlirli ölkələr idisə, indi onlar baxırsınız investisiyalar daha çox yönəldilir Körfəz ölkələrinə, suveren fondları güclü olan ölkələrə. Ki, burada Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri aktiv rol oynayır. İndi mən görürəm ki, onlar Azərbaycanı da belə görürlər. Ona görə qarşılıqlı məncə bu mənada faydalı layihələr görmək olar. Həmçinin Azərbaycan üçün. Çox sağ ol və ətraflı məlumata görə. Ən son olaraq Azərbaycanın da bir hissəsi olduğu və inkişaf elətdirmək istədiyi orta dəhlizin kəmər və yol vizyonuna inteqrasiyası ilə bağlı bir-iki kəlmə danışaq. Hə, orada həmişə biz müzakirə edirik ki, bəs Çin necə orta dəhlizin İngiliscə soft and hard infrastructure gedir də. Yumşaq və yəni bu nədir? Həm qanunlar, tutaq ki, gömrük razılaşmaları ki, kargo dayanmasın məsəl üçün sərhəddə, həm də infrastruktur. Biz görürük ki, əvvəllər bu yox idi demək olar ki, bir-iki istisna idi ki, Çin Ələt limanında müəyyən zonalara belə deyək, texnika transfer eləyirdi. Amma indi açıq şəkildə məsəl üçün Qazaxıstanla bir yerdə olar liman, konteyner limanı tikirlər deməli Ələtdə. Eyni zamanda məsələn o razılaşmada yazılır ki, hər tərəfli strateji əməkdaşlıq deməli Çin dəstəkləyəcək Azərbaycanın gömrük sisteminin belə deyək daha da inkişaf etdirilməsinə. Yenə deyirəm, çünki burada böyük boşluqlar var. Hələ də Çindən gələn kargo Avropaya gedən ki, tranzit olaraq Azərbaycana istifadə edir. Bizim gömrük sistemi belə deyim, müəyyən inkişafa ehtiyacı var və Çin açıq şəkildə deyir ki, bu barədə müəyyən köməklər eləyəcək. İkinci məsələ odur ki, yol. Biz həmişə dəmir yolundan danışırıq, qatarlardan, amma orada razılaşmada o da qeyd olunur ki, yol belə deyək, nəqliyyat vasitələri də tırlardan söhbət gedir. Bu orta dəhlizin inkişaf etdirilməsində önəmli rol oynamalıdır. Mən deməliyəm ki, 2024-ün iyun ayından birinci Urumçidən tırlar gəlib istifadə eləmişdi orta dəhlizdən. İndi görünən odur ki, Çin dəstəkləyəcək həmçinin yol infrastrukturunun inkişaf etdirilməsi və istifadə olunması orta dəhliz üçün. Və ən önəmlisi Azərbaycanın birbaşa olaraq orta dəhlizdən istifadə edərək Çin bazarına çıxması. Məsələn, ilk biz məhsulumuzu birbaşa Çinə göndərdik orta dəhliz vasitəsilə 2024-də. 2024-ün sonları idi. İndi açıq şəkildə Çin tərəfi də deyir ki, biz dəstəkləyirik. İnfrastrukturun inkişaf etdirilməsi ilə Azərbaycan Çin bazarına birbaşa belə deyək, akses əldə edəcək. Aydındır. Çox sağ ol Məhəmməd bu informativ sessiyaya görə belə deyək. Bu dəfə daha çox ağırlıq sənin üzərinə düşdü. Amma ümid edirəm ki, tamaşaçıların da diqqətini cəlb eləyəcək. Çünki biz burada Azərbaycan və Çin münasibətlərinin yeni dövrdəki inkişafının mümkün istiqamətlərindən bağlı danışdıq. Tezliklə yeni kitabxana verilişində görüşənədək. Hələlik.